Salam, Tarix Hasan İzahda kanalına xoş gəlmisiniz. Mən Səfərova İlahə. Mən bu gün sizlər üçün Dövlət İmtahan Mərkəzinin 3-cü qrup üzrə olan 20 sınaq vəsaitindən 3-cü nömrəli sınaq imtahanının izahını verəcəm. Azərbaycan 16-cı, 19-cu əsrlərdə. Birinci testə baxsaq, Səfəvi dövlətinin mərkəzləşməsi yolunda atılan addımları müəyyən edin. 1. Şirvanşahların ləğv edilərək Səfəvi dövlətinə birləşdirilməsi. Bəli, bunu doğru variant kimi götürə bilərik. 1538-ci ildə Şirvanşahlar ləğv edilərək Səfəvi dövlətinə birləşdirildi. 2-yə baxsaq, şahın yanında qanunverici məclisin fəaliyyət göstərməsi. Şahın yanında məclis fəaliyyət göstərirdi, amma bu məclis qanunverici deyildi. Ona görə bu variant səhvdir. 3-ə baxsaq, Şəki hakimliyinin müstəqilliyinə son qoyulması. Şəki hakimliyinin də 1551-ci ildə müstəqilliyinə son qoyuldu və bu da mərkəzləşməsi yolunda atılan addımlardan götürə bilərik. Cavabımız 1-lə 3 olacaq, C variantı. Əmir-ül-Üməranın dövlətdə ikinci şəxs təyin edilməsi, xeyr, bu yanlışdır. Əmir dövlətdə ikinci şəxs Səfəvi dövlətində vəkil idi. Cavab oldu C variantı. 2. Şah 1-ci İsmayıldan fərqli olaraq Şah 1-ci Abbas. A-ya baxaq, İspaniya ilə müttəfiq olaraq İngiltərəyə qarşı mübarizə aparmışdır. İngiltərəyə qarşı heç biri mübarizə aparmayıb. Bu yanlış variantdır. Osmanlı dövləti ilə müqavilə imzalamışdır. Bəli, cavabımız elə B variantı olacaq. Şah 1-ci İsmayıl Osmanlılarla müqavilə imzalamamışdı, amma Şah 1-ci Abbası götürə bilərik elə. 1590-cı il İstanbul sülhünü buna misal göstərə bilərik. Osmanlı dövləti ilə C-yə baxırıq. Osmanlı dövləti ilə müharibə aparmışdır. Hər ikisi də aparıb. Elə Şah 1-ci İsmayıl 1514-cü ildə Çaldıran döyüşünü misal göstərə bilərik. Şah 1-ci Abbas elə demək olar ki, Osmanlılarla müharibə nəticəsində bütün Azərbaycanı, hərə bir aqını, hamısını demək olar ki, azad eləmişdi Osmanlılardan. D variantında deyir, Şeybani qoşunlarını məğlubiyyətə uğratmışdır. Şeybani qoşunlarını da hər ikisi də məğlubiyyətə uğradıb. Şah 1-ci İsmayıl 1510-cu ildə, Şah 1-ci Abbas isə 1599-cu ildə məğlub etmişdi və Xorasanı geri almışdı. 16-cı əsrdə hakimiyyətdə olmuşdur. Hər ikisi də 16-cı əsrdə hakimiyyətdə olmuşdur. Cavabımız olacaq B variantı. 3. Eyler-Ven diaqramına uyğun bəndləri müəyyən edin. Gəncə xanlığı, Bakı xanlığı, Qarabağ xanlığı. Baxaq A-ya, məlikliklərə qarşı mübarizə aparmışdır. Məlikliklərə qarşı mübarizə aparan 3-ə aid olacaq Qarabağ xanlığıdır. 3A. Rus qoşunlarının işğalına məruz qalmışdır. Rus qoşunlarının işğalına hamısı məruz qalıb. Baxın, məsələn, elə hamısı da Rusların işğalı nəticəsində ləğv olunmuşdu. Gəncə xanlığı 1804-cü ildə, Bakı xanlığı da elə misal göstərə bilərik 1806-cı ildə ləğv olunmuşdu. Yəni bunları misal göstərə bilərik. C-yə baxsaq, Quba xanlığından nigah diplomatiyası vasitəsilə asılı hala düşmüşdür. Bunu Bakıya götürəcəyik. 1767-ci ildə 2C Ziyadoğlu sülaləsi tərəfindən idarə edilmişdir. Bunu da Gəncə xanlığına götürəcəyik. 1D. Bayat döyüşündə qalib gəlmişdir. Bəli, Qarabağ xanlığı da 3Y. Qarabağ xanlığı da 1748-ci ildə Bayat savaşında Şəki xanlığına qalib gəlmişdir. Burada da cavabımız olacaq C variantı. 4-ə baxırıq. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətindən ticarət imtiyazları almış dövləti müasir xəritədə müəyyən edin. Əvvəlcə gəlin dövlətlərin yerinə baxaq. 1 Osmanlıdır, 3 İspaniyadır, 4 İngiltərədir, 2 Almaniyadır, 5 də ki Rusiya ərazisidir. Deməli, 17-ci əsrin ikinci yarısında ticarət imtiyazları nə vaxt almışdı? Bu, Rusiya olmalıdır. Cavab Y variantı olmalıdır. Elə bunu biz 1732-ci ildə Rəşd müqaviləsindən, eyni zamanda 1735-ci ildə Gəncə müqaviləsindən oxşar götürə bilərik. Hər ikisində də Rus tacirlərinə imtiyazlar verilmişdi. 5. Uyğunluğu müəyyən edin. Peterburq müqaviləsi, Bağdad müqaviləsi, Gəncə müqaviləsi. Dərbənddən Gilana qədər Xəzəryanı bölgələr Rusiyaya ilhaq edildi. Bu aiddir Peterburq müqaviləsinə 1723-cü il. 1A. Osmanlılar son 10 ildə işğal etdiyi əraziləri Səfəvilərə qaytarmalı idi. Bağdad müqaviləsi ilə. 2B.
Rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq etdi. Bəli, bu da Gəncə müqaviləsidir. 1735-ci ildə 3 də olacaq C variantı. Yəni ilk dəfə dedi ki, imtiyazlar verilmişdi 1732 Rəşd müqaviləsində. Amma yenidən dedi ki, İmtiyazları bir daha təsdiq edildi. Bu da Gəncə müqaviləsində. Cavab oldu B variantı. 6. Daha əvvəl baş vermiş döyüş. Gavduşan döyüşü 1774, B. Qaraçamən döyüşü 1761, Qarababa döyüşü 1809, Sultanbud döyüşü 1812, Aslanduz döyüşü də 1812. Burada deməli daha əvvəl baş verdi. B variantı Qaraçamən döyüşü 1761. 7. Xəritədə ərazisi ulduzla göstərilmiş xanlığa aiddir. Burada söhbət Şamaxı xanlığından gedir. Aya baxaq, ilk vaxtlar ərazisində iki hakimiyyətliyin olması. Bəli, Şamaxı xanlığında 1763-cü ilə qədər iki hakimiyyətlik mövcud olmuşdu. Cavabımız elə A variantı olacaq. Məhəmməd Həsən xan Qacarın yürüşünə məruz qalmayıb, Hacı Çələbi xanın asılılığını qəbul etməyib. Yəni qalan bütün variantlar yanlışdır da. Urmiya xanlığından da asılılığa düşməmişdi. 8. 18-ci əsrin 20-ci və 90-cı illərində Azərbaycan tarixinin oxşarlığı. Aya baxaq, Rus qoşunlarının yürüşünə məruz qalması. Bəli, elə cavabımız budur. 1720-ci illərdə Pyotrun yürüşünə məruz qalmışdı. 1796-cı ildə də Zubovun başçılığı ilə Rus qoşunları gəlmişdi Azərbaycana. 9. 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsinə aid deyil. A. Niyazabad döyüşündə Osmanlı qoşunlarının məğlub edilməsi. Bəli, bu aiddir. Olmuşdu 1583-cü ildə. A. Doğru deyil. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması. Bu da doğru variantdır. Yəni ki, götürmürük bunu da. Bizə aid olmayanı soruşur. C. Şeybanilərin Səfəvilərlə müttəfiq olması. Xeyr, bu əksinə olmalı idi. Şeybanilər Osmanlıların təkidi ilə gəlmişdi Səfəvilərin üzərinə və bu da Səfəvilərin iki cəbhədə mübarizə aparmasına gətirib çıxarmışdı. Cavabımız C olacaq. D-yə baxsaq, Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə başlanması. Bəli, bu da doğrudur. Şah Məhəmməd Xudabəndənin də hakimiyyət illəri 1578-dən 1587-ci ilə qədər idi. Y. Şirvanın Osmanlı qoşunlarının hücumuna məruz qalması. Şirvanın Osmanlı, bəli, bu da aiddir. Bunu da doğru olaraq 1578-də qalmışdı. 10. Xronoloji ardıcıllığı müəyyən edin. Kirmanşah müqaviləsi oldu 1732, Peterburq müqaviləsi oldu 1723, Nabur oldu 1727, Bağdad müqaviləsi də olacaq 1733-cü il. Deməli, onda cavabımız nə olacaq? B variantı. 2, 3, 1, 4, 11. Nadir Şahın hakimiyyəti dövrünə aiddir. Şəkidə üsyanın baş verməsi. Bəli, bunu doğru kimi götürə bilərik. Çünki bu Hacı Çələbinin başçılığı altında Nadir Şaha qarşı baş vermişdi. A variantı doğrudur. B-yə baxsaq, Bağdad müqaviləsinin imzalanması bu 1733-də imzalanmışdı. Nadir isə şah olmuşdu 1736-cı ildə. Ona görə ona düşmür. Şah 2-ci Təhmasibin Osmanlılarla müharibəyə başlaması. Bu da 1730-dan götürsə, yəni bu da düşmür. Kirmanşah müqaviləsi oldu 1732. Bu da düşmür. Rəşd müqaviləsi də oldu 1732. 12. Şah 2-ci Abbasın hakimiyyəti dövrünə aiddir. A. Əhalinin siyahıya alınması. Bu Şah Sultan Hüseynə aiddir. 1699-1702-ci illərdə əhalini siyahıya almışdı. B. Peterburq müqaviləsinin imzalanması. Bu da 1723-cü ildə imzalanmışdı. Bu da 2-ci Təhmasibin dönəminə düşür. C. Qəsr Şirin müqaviləsinin imzalanması 1639. Bu da Şah Səfinin dövründə idi. D. Stepan Razinin başçılığı ilə Rus kazaklarının ölkəmizə basqınları. Bu da 1668-də olmuşdu. Süleymanın dönəminə düşürdü. Y variantı Rusiya ilə hərbi münaqişənin baş verməsi. Bəli, bu düşür Şah 2-ci Abbasın dönəminə. Yəni 1653-dən 1662-ci ildə dinc yolla həll olundu bu münaqişə. 13. 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. Burada cavabımız B variantı olacaq. Bəylərbəyliklərin ləğv edilməsi. Yəni heç bir bəylərbəylik ləğv olunmamışdı bu dövrdə. Bu yanlış variantdır. Qalan hamısı uyğun gəlir. 14. Kirmanşah müqaviləsinin şərtlərinə görə
A-ya baxaq. İrəvan, Gəncə və Şirvan Səfəvilərə verildi. Xeyr, Kirmanşah müqaviləsinə görə Araz çayı sərhəd olurdu. Arazdan şimaldakı ərazilər Osmanlılara verilirdi, cənubdakı ərazilər Səfəvilərə verilirdi. Ona görə də İrəvan, Gəncə, Şirvan Arazdan şimal olduqlarına görə bu yanlış variantdır. Osmanlılara verilmişdi. B. Azərbaycan ərazisi Səfəvi və Osmanlı dövlətləri arasında bölüşdürüldü. Bəli, cavabımız elə B variantı olacaq. C. Azərbaycanın cənub torpaqları Osmanlıların hakimiyyəti altında qaldı. Xeyr, əksinə şimal torpaqları qalmalı idi Osmanlıların hakimiyyətində. D-yə baxaq. Xəzər sahilinin Kür çayının cənubdakı hissəsi Səfəvilərə qaldı. Xeyr, burada Kür çayından söhbət getmirdi. Araz çayından söhbət gedirdi. Y-də də yenə də yanlışdı. Kür çayı olduğuna görə Araz çayı olmalı idi. 15. 17-ci əsrin ikinci yarısına aiddir. 17-ci əsrin ikinci yarısına baxaq variantlara. A-da deyir Mərənd sülhünün imzalanması. Mərənd sülhü 1618-də imzalanıb. Bu da birinci yarısına düşür. Sınıq körpü döyüşü də yenə 1618-də olub. Bu da birinci yarısıdır. Rusiya Səfəvi münaqişəsinin başlanması. Rusiya Səfəvi münaqişəsinin başlanması 1653-dür. Bu düşür əslində ikinci yarısına. Cavab elə C variantı olacaq. Qəsr-i-Şirin sülhü 1639-dur. Bu da birinci yarısıdır. İrəvanın Səfəvilər tərəfindən azad edilməsi də 1604-dür. Bu da yenə də birinci yarısıdır. 16. Hansı müqavilədə Səfəvilərin itirilmiş torpaqlarının geri qaytarılması nəzərdə tutulmamışdır? Baxaq. A. Rəşd müqaviləsi 1732-ci ildə oldu. Rəşd müqaviləsinə görə Kürdən cənubdakı Xəzəryanı vilayətlər qaytarılmalı idi Səfəvilərə. B-yə baxaq. Gəncə müqaviləsi. Gəncə müqaviləsinə görə Terekdən cənubdakı Xəzəryanı vilayətlər qaytarılmalı idi Səfəvilərə. C. Kirmanşah. Kirmanşahda da dedik ki, Araz çayından cənubdakı ərazilər qaytarılmalı idi, verilməli idi Səfəvilərə. D. Peterburq. Baxın, cavab D variantı olacaq. D-də heç bir ərazi qaytarılmırdı. D-də deyirik Dərbənddən Gilana qədər olan Xəzəryanı vilayətlər verilirdi Ruslara. Ruslara verilməli idi. Yəni Səfəvilərə heç bir torpaq verilmirdi. Y-də də deyir Bağdad müqaviləsi. Bağdad müqaviləsi də 1733-də imzalanmışdı və son 10 ildə Osmanlılar belə deyək ki, tutduğu torpaqlardan çıxarılmalı idi. 17. 17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edin. İkinci yarısına aid. Şeyx Cüneyd məqbərəsi, bu 16-cı əsrə aiddir. Bu yanlışdır. Nardaran məscidi. Bəli, bu 1663-cü ildədir. Bunu götürə bilərik. Şamaxıda Kələxana kəndində məqbərə. Bu da 1663-cü ildir. Bu da doğru variantdır. Cavab 2-3-dür. 4-ə baxsaq Təbrizdə Göy məscid. Bu 1465-ci ildə tikilmişdi. Bu 15-ci əsrə aiddir. 18. Muğan qurultayında müzakirə olunan əsas məsələ hakimiyyətə kimin gəlməsi ilə bağlı idi. Qızılbaş tayfa nümayəndələri burada yeni şahın başqa sülalədən seçilməsinə qarşı çıxsalar da istəklərinə nail ola bilmədilər. Mətndə baş vermiş hadisələrin nəticəsində 1. Azərbaycan torpaqlarının mərkəzləşdirilməsi prosesi baş tutmadı. Xeyr, yəni bu yanlışdır. 2. Azərbaycan torpaqları yadelli əsarəti altına düşdü. Xeyr, bu da yanlışdır. Burada 1736-cı ildə Muğan qurultayından söhbət gedir. 3 doğrudur. Səfəvi dövlətinə son qoyulur 1736-da. Əfşarlar sülaləsi hakimiyyətə gəlir. 3-4 olacaq cavabımız. 19. Daha əvvəl baş vermişdir. A. Qəsr-i-Şirin sülhünün imzalanması 1639. Şəkidə Hacı Çələbinin başçılığı ilə üsyan baş verməsi, bu 1743-cü ildir. Bağdad müqaviləsinin imzalanması 1733. Sınıq körpü döyüşü oldu 1618. 1-ci Abbasın Bağdadı ələ keçirməsi, bu da 1621-23-cü illəri əhatə eləyirdi. Yəni burada da doğru cavabımız olacaq 19-da D variantı, Sınıq körpü döyüşünün baş verməsi, yəni 1618-ci il. 20. İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq türk mənşəli sülalə tərəfindən idarə edilmişdir. Bu hər ikisinə aiddir, yəni A variantı deyil. B. Gürcü qoşunlarına qarşı mübarizə aparmışdır. Bu da hər ikisinə aiddir, fərqli deyil. Rus qoşunlarının işğalçılıq yürüşlərinə müqavimət göstərmişdir. Bəli, bu da doğrudur, hər ikisinə aiddir. Azərbaycanın şimal torpaqlarında, bəli, hər ikisi də şimaldaydı. Osmanlı dövləti ilə həmsərhəd olmuşdur. Bəli, cavab Y variantıdır. İrəvan Gəncədən fərqli olaraq Osmanlı ilə həmsərhəd olmuşdu.
21. Hadisə-nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Səfəvilər arasında birliyin olmaması, Çıldır döyüşündə Səfəvi qoşunlarının məğlub olması. Bəli, cavab elə A variantıdır. 1578-ci ildə olan Çıldır döyüşündə elə bu səbəbdən də Səfəvilər məğlub oldular. B-yə baxsaq, Səfəvi-Osmanlı müharibələri Səfəvilərin paytaxtının Təbrizə köçürülməsi. Xeyr, bu Osmanlı müharibələrinin nəticəsində Təbrizdən Qəzvinə köçürülmüşdü paytaxt 1555-dən sonra. Şirvanşahların süquta uğraması, Səfəvi dövlətinin mərkəzləşdirilməsinin başa çatması. Xeyr, mərkəzləşdirilmə başa çatdı Şəki hakimliyinin, yəni 1551-ci ildə Şəki hakimliyinin birləşdirilməsi ilə Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması, Niyazabad döyüşündə Osmanlıların qalib gəlməsi. Xeyr, əksinə Niyazabadda Səfəvilər qalib gəlmişdir. 1583-cü ildə 1-ci Abbasın İspaniya ilə ittifaq qurması, Hörmüzün Şeybanilərdən azad edilməsi. 1-ci Abbas İngiltərə ilə ittifaq qurmuşdu 1621-də və onun nəticəsində də Hörmüz azad olunmuşdu. 22. Gülüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqlarını müəyyən edin. Bu da Naxçıvan, İrəvandır da 1 ilə 2 olacaq B variantı. 23. Quba xanlığına aiddir. Dərbəndin birləşdirilməsi, bəli, 1759-cu ildə Qarabağ xanlığının asılı-ala salınması. Bu yanlışdır. Niyə? 1780-81-də hücumlar eləmişdi, lakin Qarabağ xanlığına Gürcü çarı köməklik elədiyindən bu məqsədinə nail ola bilməmişdi. Qacarlar sülaləsi tərəfindən idarə olunması, xeyr, bu da yanlışdır. Şimal-Şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi, bəli, cavabımız olacaq burada 1 ilə 4. 24. 1-ci Rusiya-Qacar müharibəsinə aid döyüşlər. 1-ci Rus-Qacar müharibəsi 1804-dən 1813-cü ilə qədər olmuşdu, yəni Gülüstan müqaviləsinə qədər. Qarababa döyüşü oldu 1809, bu aiddir. Sultanbud oldu 1812, bu da aiddir. Cavanbulaq döyüşü 2-ci Rus-Qacara aiddir, 1827-dir. Aslandüz döyüşü də 1812-ci ildir, bu da aiddir. Cavab olacaq 1-2-3, 1-2-4. Sərdarabad döyüşünə baxsaq, bu da olmuşdu 2-ci Rus-Qacar müharibəsi dövründə. 25. Türkmənçay sülhünün nəticələrini müəyyən edin. 1. Azərbaycan torpaqları Rusiya və Qacarlar dövlətləri arasında 2 hissəyə parçalandı. Bu doğrudur. Ermənilər kütləvi şəkildə, bəli, bu da doğrudur. Kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldülər. 1-2-dir cavab. Rusiya ilk dəfə Xəzər dənizində donanma saxlamaq. Xeyr, ilk dəfə deyildi bu. Elə Gülüstan müqaviləsindən var idi. Səfəvi dövləti ərazisində Rus tacirlərinə gömrüksüz ticarət hüququ verildi. 1828-də Səfəvi dövləti qalmamışdı. 1736-da süqut eləmişdi. Buna görə də yanlışdır. 26. Xronoloji ardıcıllığı müəyyən edin. Nadirin şah elan edilməsi 1736, Bayat savaşının baş verməsi 1748, Nadir şahın Hindistana yürüyüşü 1738, Şirvanda 1-ci Sam Mirzənin başçılığı ilə üsyan, bu da oldu 1743-cü il. Deməli 26-da olacaq 1, 3, 4, 2. 27. Uyğunluğu müəyyən edin. 18-ci əsrin 30-cu illəri, 18-ci əsrin 40-cı illəri. Şirvanda 2-ci Sam Mirzənin başçılığı ilə üsyan, bu oldu 1743, yəni 2A. Nabur müqaviləsi 1727-ci ildir, bu heç birinə aid deyil. Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi 1747, 2A. C. Şamaxı əhalisinin Ağsu şəhərinə köçürülməsi, bu 1734-dür. 1D. Osmanlıların 3 kilsə döyüşündə məğlub edilməsi, bu da 1735-dir. Deməli olacaq 1-də olacaq deməli D ilə Y variantı. Mənbəni oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 28-30 sayılı tapşırıqları yerinə yetirin. Mənbəyə baxaq. İbrahim Xəlil xan mövcud vəziyyətdən çıxış yolunu Sisyanovla razılıq əldə etməkdə gördü. Onun Sisyanova razılıq verməsinin bir sıra daxili və xarici səbəbləri var idi. Nəhayət, tərəflər Kürəkçay kəndində razılığa gəldilər. Xan və onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə Rus çarına sadiq qalmaq tələbi qoyulurdu. Xanın xarici siyasət məsələlərinin Rusiyanın nümayəndəsi ilə razılaşdırması isə onun müstəqil xarici siyasət hüququnu itirməsi demək idi. 28-dədir. Mənbədə bəhs olunan xanlığın adını yazın. Burada
Qarabağ xanlığından söhbət gedir və 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsindən söhbət gedir. 29. Mənbədə bəhs olunan xanın Rus generalı ilə görüşməyə razılıq verməsində məqsədlərindən ikisini yazın. Burada məqsəd nə ola bilər ki, xanlığın belə deyək ki, xanlığı qoruyub saxlamaq idi bir məqsədi. Digər məqsəd də burada olan separatçı qüvvələri, yəni xristian Alban məliklərini neytrallaşdırmaq olardı. 30-a baxsaq, mənbədə bəhs olunan müqaviləyə əsasən Rusiyanın xanlıq qarşısında götürdüyü iki öhdəliyi yazın. Rusiya xanlığı əbədi olaraq himayə etməyi öhdəsinə götürmüşdü. Biri bu ola bilər. Digəri isə xan sülaləsini öz ərazilərində hakimiyyətini demişdi ki, bütün zamanlar üzrə belə deyək ki, təsdiq eləyirdi. Bütün zamanlar üçün deyir, hakimiyyəti təsdiq olunurdu Qarabağ xanlığının. Ümid eləyirəm ki, videomuz hər kəs üçün faydalı olar. Əgər videomuzu bəyəndinizsə, like düyməsinə sıxmağı unutmayın.